Hansı qəssab boş? Kənd adamı indi qəssab olacaq. Oba! Dəhşətdir, dəhşət. Ya. Temperaturu nə qədər olmalıdır heyvanın? O görün bu qoçun boynuzundan tuta bilirəm. Nə qədər olar bunu çəksin? Bir quzunu qəssabla kəsə biləcəm yoxsa yox? Deməli, 3-cü mikrorayon dairəsinə yaxın burada Özbək bazar deyilən maraqlı bir yer var. Həm də Keşlə balıq bazarı burada yerləşir. Mən bura niyə gəlmişəm? Bugün Qurban bayramıdır. Cəmaət gətirib burada, xüsusən də fermerlər öz heyvanlarını satırlar. İnsanlarımız da alırlar və qurban kəsirlər. Kənd adamı bugün sizə qurban kəsmə prosesini göstərəcək. Getdik. Heyvanların saxlanıldığı yerdir. Dövlətimiz, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi xüsusi günlərdə, yəni Qurban Bayramı günlərində belə ərazilərin dezinfeksiyasına, təmizliyinə xüsusi yer verir, önəm verir. Gəlin görək burada kimlər var. Ya Allah, salam əleykum. Salam əleykum. Aqrar Xidmətlər Agentliyi. Bəli, Kənd Təsərrüfatı Nazirliyinin qurumudur. Yanında Sizin də bayramınız var. Adınız nədir? Yusif İbrahimov. Yusif müəllim, nətərsiniz? Necəsiniz? Necəsiniz? Burada babat qoyunlar var, ha? Var, əlbəttə var. Hansı rayondan gətirdiklərini öyrənəcəm. Keçək içəri, icazə versiniz oraya keçmək. Buyurun, keçin. Yusif müəllim, siz Aqrar Xidmətlər Agentliyi olaraq xüsusi günlərdə, bax elə bu gün də xüsusi gündür, Qurban Bayramında burada işiniz nədən ibarətdir? Nə iş görürsünüz? Bütün rayon bazar idarələrinə tapşırılıb. Demək, gələn qurbanlıq heyvanlara kliniki baxış etsinlər. Sağlamlığını müəyyən etsinlər. Termometrlə ölçmüsünüz. Termometrlə ölçmüşük. 39 olmalıdır. Maksimum qiymət Yay şəraitində isti havanın şəraitində əlverişli olaraq 39-a qədər ola bilər. 38 Deyəsən qardaş fermerdir. Bəli, Fermerimizdən danışacağım bir kənd adamı kimi. Siz mənə bir dənə deyin. Temperatur hamısı yerindədir heyvanlar. Bəli, əlbəttə temperatur. Xəstə heyvan yox idi. Xəstə heyvan yoxdur. Sıxlıq elədiyiniz heyvanda olmayıb. İnşallah olmaz da bir yəqin şey. Çünki qurbanlığa sağlam heyvan seçib gətirirlər adətən. Bizim əhali qoça və quzulara üstünlük verirlər. Bizim əhali demişkən, bizim əhalinin gözəl bir nümayəndəsi var burada. Rayondan gəlib yəqin ki, qardaş. Qardaş, xoş gördük. Salam, xoş gəldiniz. Dırnağı bərk olsun deyirlər. O iri buynuzluya deyirlər, xırda buynuzluya nə deyirlər bilmirəm. Eyni şeydir. Damazlıq heyvanların hamısını deyirlər dırnağı bərk olsun, bərəkətli olsun. Ya Allah, mən kənd adamıyam. Amma əslində kənd adamına sən oxşuyursan daha çox. Kürdəmir rayonundan getmişik, öz təsərrüfatımızdan qurbanlıq məqsədi üçün heyvanlar getmişik. Kürdəmirin harasında yaşayırsan? Kürdəmir rayonunun Molla kəndində yaşayıram. Nə qədər quzu gətirmisən bu gün qurbanlıq? 200-dən çox heyvan gətirmişik öz təsərrüfatımızdan, öz fermamızdan. Gəlib gedənlər də hamısı razı qalır. Özün razısan? Nə qədər satmısan? Özüm də razıyam. Şükür Allah satmışam. 150 baş satmışıq. Maşallah. Neçə satırsan bunun birini? 300 manata. Məsələn, tutaq ki, bu quzunun birini gətiriyorum. Bunun maşallah 300 manata. Bunun birini 300 manata satırsan. 300 manata, bəli. 16 kilo. 16 kilo. Bəli. Ya bunun diri çəkisi 16 32 kilo olar. Diri çəkisi 32 kilo. Bəli. Hə, yaxşıdır da. Yəni bərəkətlidir də. Onu saxlayırsan, yetişdirirsən və bayram günlərində, xüsusən də Qurban bayramında gətirib satırsan. Bayram günlərində bəli, kütləvi satırıq. Uzun müddət təsərrüfatla məşğul olan adam kimi o deyirlər əmlik quzu məsələsi də. Yəni 11-12 kiloda quzunu bəzən götürürlər, satırlar. O doğru deyil də, düzdür? Əlbəttə, onun əti dəyməyibdir. Hamı deyir ki, xırda quzu gözəl olur, nə bilim əti dadlı olur. Əslində yox, meyvəyə dəyəndə yeməli olur. Bəli. Ət dəyməlidir. Tam bütün karolu ət heyvan özündə toparlamalıdır ki, onu kəsib yeyəndə onun tamamilə ayrı dadı, ləzzət olur. Neçə aydan sonra heyvan? 6 aydan sonra da, 7 aydan sonra bəli, 6 aydan kəsmək sonra olar. Kəsmək olar, qəşəng dadı tamı da olur. Heyvan quzu çıxmalıdır örüşə, bütün otlardan otlamalıdır, bütün vitamini bədəninə yığmalıdır ki, onda daha da heyvan dadlı olur. Yaxşı, indi qapıda gözləyənlər var, bayaqdan baxıram. Bəli. İstəyirlər ki, gəlib bu qoyun quzunla səninlə bazarlıq edib alsınlar, aparsınlar. Yanında da qəssabxana var da, gedib orada kəstirsinlər, qəssablar var. Bəli. Mən kənd adamı kimi gəlmişəm burada həm də işləməyə, iş görməyə. Sənin indi kim sənin qoyun quzularından hansınısa alıb aparsa, çalışacağam gedim mən də orada nə edeyim? Qəssab kimi kəsək soyaq, sonra da verək sahibinə. Vətəndaşın sahibindən verək. Çox sağ ol. Allah qəbul etsin. Allah qəbul etsin. Bütün kəsilən qurbanları Allah qəbul etsin. Hansı heyvan satmışsan? Deyir, qaşqa heyvan divarın dibindəki. Qaşqa bu? Bəli. Hop! Yavaş! Aysa yavaş! Ona buna möhkəm heyvandır.
Ya Allah. Aparıq kəsimə. Bəli, bəli. Qurban bayramında Kürdəmirli fermerimiz Xəyyamın qoyununu. Ay Xəyyam, bu neçəyə satdın? Bunu 320 manata. Qəssabxanadır, düzdür qardaş? Qəssabxanadır. Biz oradan sənin quzunu gətirdik. İndi asacağam bura. Təbii ki, qəssabların köməliyi ilə mən birinci dəfədir qoyun keçəcəm. Və nə edirik? Başlayırıq iş görməyə. Yorulmayasınız qardaşlar. Sağ ol. Şamiləndə Bayramınız mübarək olsun. Mən Xəyyam, sənin quzularından birini bura asdılar. Bəli, bəli. Qəssab qardaşımızın adı nədir? Ağamızda. Ağa? Bəli. Ağa, nə var, nə yox? Allah razı olsun. Sən bu işə nə vaxt başlamısan? Neçə ildir qəssablıq eləyirsən? 22 ildir. Nə danışırsan? 22 ildir qəssablıq eləyirsən. Ağa, mən bu işi görə bilərəm. Olma. Hə? Həvəssiz başa Bu görə. Xəyyamın quzusudur da, hə? Bu nə qədər olar çəkisi? 15 kilo yarım. İllərin təcrübəsi var da. Heyvana baxanda indi bunu soyandan sonra qoyacağıq tərəziyə. Görüm 15 olacaq yoxsa yox. Gəl mərc gələk. Mən deyirəm 13 olacaq. Kəndə adamıyam. Amma şəhər uşağıyam da. Yəni mən sizin kimi, Xəyyam kimi, sənin kimi kənddə yaşamamışam. Amma istəyirəm ki, kənddə yaşayan o zəhmətkeş insanın, o fermer babadır da Xəyyam. Kürdəmirdən öz məhsulunu gətirib, onun kimi nə qədər fermer bugün Bakıya onlarla, yüzlərlə qoyun quzu gətirib ki, qurbanlıq kəsilsin. İstəyirəm göstərəm ki, bax bu işin çətin, həm də maraqlı tərəfləri nədir? Acib məsələ. Belə deyək də, başı kəsildi, ayaqları kəsildi. Asılır. Sonra quyruq asılır. Birinci hardan başlayır? Quyruqdan, bəli. Quyruq asılandan sonra yumruqlama başlayır. Yumruqlayır, heyvanı dərdən çıxarır. O yumruqlamanı mən görmüşəm. Elə əllərini salırlar, əllə elə. Onu göstərə bilərik indi yox. Ha, inşallah, nə göstərir? Yaxşı, hamısını özün elədin. Qoy mən də biraz kəsdim. Asılır. Bu gün nə qədər quzu kəsmirsən qardaş? Gün ərzində. 100-ə yaxın. Nə danışırsan? Yaxşı, quzunun birini neçəyə kəsirsən? 10 manat, 15 manat. Rayonlara gedib həm də işləyirəm də, göstərirəm ki, yəni işləmək lazımdır. Yox, elə yox. Bax belə. Gizli. Yəni yox, Bəli. belə tutmaq lazımdır. Hər şeyin öz Bəli. dili var. Bax buradan da bunu tutursunuz. Bax, Getdi içəri. vurdum. Aha. Baba, bir dənə bir eləyirsən. Tutdum bunu, hə? Biraz da içəri girin. Biraz da içəri götürdüm. Vur. İndi bu barmağından bura. Parmağı gizli, bunu gizli. Cıra bilər. Ha, cıra bilər var. Getmir axı. Yaxşı da bunu öyrənmək lazımdır da nə vaxtsa. Çox maraqlı işdir, çox. Və biraz da güc tələb eləyir, hə? Bıçaqlı iş qalıb, Xəyyam. Yox. Çıxartdın, hə, artıq. Hazırdır, bəli. Mən də çıxardım da, nə olar? Buyur. Dart çıxsın. Səşədir. Çıxartdım, ha. Bəli. Yaxşı, bu dərini nə edirsən? Oturuq ora. Allah qəbul etsin. Gəl də mərzləşmişdik, bax. Mərzləşdik də. Mərzləşdik ki, mən 15 mən dedim ki 13-dür. Mən də dedim ki 15. 15. Nədən mərzləşirik? Qonaqlıqdan. Qonaqlıqda. İcazə ver mən asın. Ay, ən həyəcanlı məqam. Tərəzini göstər, tərəzini. 14 kilo. Nə sən deyən oldu, nə mən deyən oldu. Hə? 13 yarım edə fikir verdim. Amma bir qonaqlıq mən sənə borclu. Kürdəmirdə görüşərik, qəssab qardaş. İnşallah. Yorulmayasan, bayramın mübarək olsun. Qoy torpağınız həmişə bərəkətli olsun. Əziz zəhmətkeş fermerlər, kənd adamları və yetişdirdiyiniz heyvanlar da xoş vəsilə üçün, elə qurban bayramlarında kəsilsin. Qurban bayramınız mübarək olsun. Hələlik.